Salam aleykum qardaşlar. Bir daha hər birinizi xoş gördük. Gördüyünüz mastinka yemeği necə hazırlanır, onu söyləyəcəm. Bunlar 3 ayında 8 ayına kimi verilən atom yemdir. Yəni 8 ayında artıq kəsirsən bunu. Necə hazırlanır, indi onu söyləyəcəm sizə mən. Deməli, ilk öncə fındıq, biraz qoz, badam, qara kişmiş, xurma. Bunların maşında çəkdikdən sonra bir qaba əlavə edirik və üzərinə 5 dənə yumurta, çiğ yumurta, sonra pul biber, qırmızı, bəhməz və bal. Bunu əlavə etdikdən sonra bunu qəşəng yoğururuq tam qarışana kimi. Ondan sonra istəsəz bu formada, istəsəz yumru düzəldə bilərsiniz. Baxdığınız üçün minnətdaram. Çox sağ olun dostlar.